45. Aha, 45 nömrəli sual. 45 nömrəli sualda bizə deyir ki, qəşəng sualdır, qəbulda işlənən sualdır, 4-cü qrup qəbulda. Uşaqlar bizə deyir ki, burada metilin qrupları, özü də göstərib sizə, metilin bilirsiniz CH2-dir, özü də verib sualın şərtində. Deyir ki, metilin qruplarının sayı ən çox olan. İndi uşaqlar, siz mənə deyin görək, mən burada 4 karbon var, 4 karbonu belə çəkirəm. C4H8 xlor 2. Əslində bu maddə özü sinif olaraq hansı sinifə aiddir? Yəni nəyin törəməsidir bu? Düzdür, bu sinif deyil, nəyin törəməsi sayılır sizcə? Alkanın törəməsidir. Deyirsiniz ki, müəllim, hardan bilirsiniz alkanındır? Çünki C4 olanda hidrogen elə bil ki, onda nə olub? 2 dənə hidrogeni çıxıb, çünki CnH2+2 formuluna uyğundur. 2 dənə hidrogeni siliblər, onu nə ilə əvəz ediblər? Xlorla əvəz ediblər. Dihalogenli törəmədir. Uşaqlar, mən indi bunun hidrogenlərini düzsəm bura, hələ törək xlorları yazmasam. Hidrogenlərin düzsəm bura, CH3, CH3, bura CH2, bura CH2. İndi siz məntiqlə baxın. Biz bu xlorları müxtəlif yerlərə yaza bilərik, 2 dənə xloru. İndi o xlorları biz hara yazsaq, burada CH2 qruplarının sayı ən çox olar. Məsələn, əgər mən xlorları götürüb tutaq ki, birini bura yazsam, mən gələ bu hidrogenlər hərəsindən bir dənə silməliyəm ki, bura xlor yaz. Hidrogenləri də silsəm, burada CH2 qrupu ümumiyyətlə olmayacaq. Və yaxud bir karbona da yazsaq olmur. Məsələn, bir karbona gələ 2 dənə hidrogeni silim, onda burada mən CH2-ni azaltmış oluram. Amma mən kənarlardakı CH3 deyil, hərəsindən bir hidrogen çıxsam, burada 2 hidrogen qalacaq, burada da 2. Orada xlor yazsam, belə bir vəziyyət yaranar. Bu quruluşu yazanda uşaqlar, metilin qruplarının sayı neçədən olur? Baxın. Neçə metilin qrupu var burada? Artıq hamısı metilin qrupu. 4-ü də metilinə çevirir. İndi deyir, elə yaz ki, metilin qrupları maksimum olsun. Deməli, biz halogenləri kənarlarda yazsaq, metilin qrupu maksimum olur. Yəni, bu şəkildəymiş. Deyir, bunun üzərində də sinklə təsir edəndə nə alınır? Siz də bilirsiniz ki, dihalogenli törəmə, halogenlər kənarda, üzərinə sinklə gəlsə, siklo verməz bizə. İndi bu xlordan o biri xlora geçsəz, hansı sikloalkan alınır? Siklobutan. Bəli, siklobutan C var. Görün, aydın olursa.